Sabahınız xeyir olsun. 6 Mart 2026-cı il tarixidir. Mart ayının ilk həftəsinin ilk 5-ci cümə günüdür. Hər birinizi cümə günü münasibəti ilə təbrik edirəm. Cüməniz mübarək olsun. Cümə ibadətləriniz, dualarınız qəbul olsun. Eləcə də Ramazan ayının 16-cı günüdür. Ramazan ayının 16-cı gündə də niyyət edib oruç tutanların hər birinin niyyətinin, orucunun qəbul olunmasını arzularım. 6 Mart günündə işləri arxasıca gedər. Öz iş yerlərində işləri ilə məşğul olan, ümumiyyətlə işləyən hər bir şəxs, istər evdə, istər çöldə, hər birinə can sağlığı, iş avadlığı arzularım. Bol ruzi arzularım. Bununla yanaşı demək 6 Mart günündə təhsili ilə məşğul olan məktəblərə, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzularım. Bununla yanaşı onların hər birinə qarşılarına qoyduqları məqsədə çatmalarına, həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, yararlı kadrlar kimi yetişmələrini, fayda vermələrini arzularım. 6 Mart günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 6 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bununla yanaşı bütün şəhid ailələrini, qazi ailələrini də salamlayıram. Və bununla yanaşı 6 Mart günündə kimlərin ad günü, şad günüdür, hər birini bu gün münasibəti ilə təbrik edirəm. Arzularına çatmalarını arzularım, can sağlığı arzularım, yeni yaşlarının düşərli olmalarını arzularım. 6 Mart günündə tarixi günlər vardır. 6 Mart 1868-ci ildə Dmitriy Mendeleyev dövrü sistemin ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim etdiyi gündür. 6 Mart 1899-cu ildə Alman kimyaçı Felix Hoffman aspirini patentləşdirdiyi gündür. Bununla yanaşı 6 Mart 1902-ci ildə Real Madrid futbol klubunun təşkil edildiyi gündür. Bununla yanaşı 6 Mart 1924-cü ildə İsmət İlkönü Türkiyədə ikinci hökuməti qurduğu gündür. 6 Mart 1955-ci ildə Azərbaycan Respublikasının Demokratik Respublikasının banilərindən və liderin olan Məmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür. Allah rəhmət etsin deyirəm. Bununla yanaşı demək 6 Mart 1957-ci ildə Qana Respublikası müstəqilliyini elan etdiyi gündür. 6 Mart 1960-cı ildə İsveçrədə bələdiyyə seçkilərində iştirak etmək hüququ qadınlara verdiyi gündür və dinlədiyiniz üçün təşəkkür edirəm.